qardaş insan üçün nə cürdür? İnsan birinci ona diqqət eləməlidir ki, mənim atadan bir, anadan bir qardaşım. Hətta Qurani Kərimdə Allah Taala Həzrəti Musa peyğəmbərlə Həzrəti Harunun arasında olan bir dialoqda orada Harunun dilindən belə bir söz var ki, ey anam oğlu. Hətta orada belə deyək, birbaşa demir qardaş. Ey mənim qardaşım, ey anam oğlu, yəni anadan bir qardaşdılar. Amma orada Həzrəti Musanın belə deyək, qəlbinin ülfətini oyatmaq üçün, onda bir məsələn qəzəbini soyutmaq üçün, onu daha da özünə mehriban, daha da əziz olmasını bildirmək üçün bu təbirdən istifadə edir ki, Allah Taala da onu Qurani-Kərimdə gətirib. Bunu bir növ orada gətirməklə elə bir bizə də bir mesaj ötürür ki, bəzən bu sözlərdən həm istifadə eləmək, həm də bu sözlərin mahiyyətini başa düşmək ki, yəni ailə, ata, ana, anadan, atadan bir olan qardaş, bacı bir-birlərinə nə cür olmalıdırlar, necə əziz olmalıdırlar, necə dəyərli olmalıdırlar, onları bir növ Qurani-Kərim çatdırır.